Tez olun, çıxın gəlin. Hər kəsə salam. Necəsiz qızlar? Halınız, keyfiniz, əhvalınız? İnşallah yaxşısınız. Bizdə də şükürlər olsun, yaxşılıqdır. Bugün bir balaca bəzəndim, düzəndim. Yüngülvari üzümə gözümə əl hərrədim. Qonaqlığa gedirəm. Hara gedirəm, gedəndən sonra sizlərlə paylaşacağım. Saçımı, başımı yumuşam. Ona görə belə bəlkə biraz dağınıq ola. Nəmlidir, yəni bir sözlə saçım nəmlidir. Mən də buradan bağladım. Sayda olaraq dedim, yaxşıdır. Pis görünürəm, görünmürəm, onu bilmirəm artıq. İndi çıxırıq yola. Niyə oynayırsan? Bir yerdə durmur. Yekələndikcə axıllı olmaqdan daha da axlı azalır bir-bir. Gəlin getdim. Ali, mənim namaznikimi get balam. Gel bakalım, al bu kulakın içine koy. Bunu mu? He, bunun içine koy. Sulkiyle mi? Taş lokumu da ver. Gelin. Geldim. Ben hazırlaştım ama bunlar hala hazırlaşıp çıkmır. Dırnaqlarım boyasız, çirkin görünür. Ama ben boya çəkmirəm xanımlar. Əllərim də, ayaqlarım da boyasızdır. Nəsə hava bulutlaşıb, az-az da külək əsməyə başlayıb. Yəqin yağış yağar. Oy, bismillah. Vampirlər bir yerdə durmur ki nə? Rahat-rahat gedək, it ühürməyə. Yola tam peşkom gedirəm. Çünki 2 dənə Temu'dan telefonuma çikol zakaz etmişdim. Onu da deyirəm götürüm. Elə oradan ağrı da taksi çağırıb gedəcəm. Ona görə hələ yola peşkom gedirəm. Geldik, zakazımızı da götürək. Çayla içməyə qəşəng bir dənə tort alım dedim. Həm də ki, əli boş getməmiş olaram. Nə qədər vaxtı getmirdim. Hansı yaxşı olar? Bir məsləhət alaq. Bunu aldım. Örtbalım qapıyı. Salam Meleke. Ne var ne yok? Halın keyfin. Maşallah. Nəsə deyəsən xeyir iş var bacı. He? Elə mi dersin? Elə mi dersin? Nəsə xeyir iş var deyəsən. Xeyir iş var deyəsən. Məndən başqa hamı var burada. Xeyir iş var nəsə burada. Sağ ol yaşa. Nə xeyirdir? Güllü çiçəkli. Doğru mu dersən? Oy Allah'ıma baxdan elə adamım da yadımda saxlayıram. Nə sən eləmisən? Sən Halın kesin. Artık yadında, belki yadında değilsen. Kimin? Vallahi yadımda. Yaxşı bir yadınlar koy. Deyləsi qızım nə? Əyləş. Deyləsi qızım. Nərsə qızım? Layla nə varsa halın keyfini görməyəli, görüşməyəli. Bacım bişirib, düşürüb. Allah əlini, qolunu var eləsin. Maşallah, maşallah. Bundan da artıq olsun ay günəş süfrən həmişə. Sağ ol, sağ ol. Nüş olsun. Aha, uçurdu, dağıtdı. Ali xan qoymuyor. Bizim pişikdir bu. Ramsın oldu. Bacımın salonu. Hadi yavaş. Ben heç vaxt yalan danışa bilmirəm. Dur gidelim.
Həyatı boyu heç yalan danışmamışam bala. Səni çəkmirəm, qorxma. Gecəniz xeyrə. Ali mənim ayaqqabımı pasonçkamı da götür. Yox, buradadır da. Ha, buradadır, sənin də buradadır. Dağılışırıq. Gedirik evə artıq gecə saat 12-dir. Tez gel Alfa. Salamat olun. Qoy bunlar çıxsınlar. Getdiyim biz də. Gələn ayaqlarınız var olsun. Sağ olun. Görsərik yenə. Təmiz itif baxıb getmədin. Onu bir özünə də dedi ana. Evdə olan günləri gəldin. Bir özünə də dedi ana onu. Mənmi? Sən özünə bir... Mən sərdə sana bir qura söz danışdım. Hə, təkcə Elə sənin o danışdığın o sözdə məndə də vardı ana. Hə, təkcə gəldim. Gəlişəm. Mağaram. Yaxşı. Здравствуйте. Малина почем? По 2, девушка. Наши как минус. А черешни? Вот очень зло. Это по 2 700 нужно. Если будем торговать, по 2 700. Где-то паши. Малина почем? 1600 малина. Малина горная, малина хорошая. Herkese salam. Necəsiz? Nə var, nə yox? Bugün bazardan açılış etdim. Sizlər üçün fərqli bir video çəkmək istəyirəm. Görürəm bəzi izləyicilər istəyirlər ki, bazardan alış-veriş etdiyim videoları da çək paylaşı ilə. Mən də dedim, çəkim. Gəlmişəm bazara, əsas nəyə gəlmişəm? Süzmə almağa. Doğğa bişirmək istəyirəm bugün. Gəlmişkən də biraz gəzinim dedim. Baxım görüm nə var, nə yox, ucuzluğuna, bahalığına. Hər şeyin qiymətini öyrənim. Bu aralar mürəbbələr qayrəsiyəm qızlar. Heç bir şey hazırlamamışam. Hər şeydə elə bahadır qiymət olaraq. Baxıb qalmışıq edə. Почем малина? 2000. А ежевика? 2000. Тоже. 2000-dən mən alım malinanı necə hazırlayayım? Qızıl qiymətini olar onun mürəbbəsi onda. Burada da 2000-ə. Это лопатки. Это да bunu. Здравствуйте. Есть süzme? Да. Общий посчитайте мне? Хорошо. Muz. $1800 qiyməti. Görün nə gözəldir. Hələ bu qiymətə mən şok oldum. Orxideya var. Aşağıdaylar da belədir. Hələ bunlar 1500 tenge, bu da 1000 tenge. Əla, süper qiymətdir.
2000 qiyməti. Знаете, я вам уже сказал, это все хорошее. Qəşəng, tamam. Sağlamdır. Qiymət olaraq 2000-dir. Это большие. Bunlar da 2300 tenge. Boyuna baxın, nə gözəl, nə qəşəng, böyükdür. Bu da anturiyumun bir başqa sortudur. Bu da fərqlidir. Çiçəyi. Цвет очень красивый. Почем драцена? Да. Драцена. Два. Hə, xanımlar, bazar görüntülərimiz çox qısa oldu. İstədim ki, daha çox çəkəm, ətraflı çəkiliş edəm, amma alınmadı. Çəkdiyim qədər oldu. Bugünlük də belə idarə edək. İndi mən aldıqlarımı sizlərlə bölüşüm. Bir yeşik qara moş aldım. 1200 tengidən aldım. Çox yerdə 1600 tengi idi, 1500 idi. Amma 2 dənə gənc oğlan idi, o satdı 1200-ə kilosunu aldım. Bu arada maşınqanı qoşmuşam. Bunun üçün hər birinizdən üzr istəyirəm. Səsli olur biraz. Hə, Nərgizin olmazsa olmazı. Bazara gedəndə əli boş dönmədiyi gülü, çiçəyi. Bunu çox sevirəm. Bu gülü mən çox bəyənirdim, amma ala bilmirdim. Nədənsə qismətimə skitkiyə salmışdılar. Neçiyə? 1000 tengiyə. İndi 1000 tengi də nə qədər edir? Yazaram Azərbaycan puluyla. Burada 2 litr süd aldım. Bunu gətirib indi asacağım, bu bişsin. Burada süzmələr aldım. Bir belə qabda verdi. Kloka yığmadı. Niyə bilmirəm. Bir də belə qabda verdi. Bununla istəyirdim doğu edəm. Süzmənin qiyməti bu arada qalxıbdı. 1900 tengiyə aldım. Dəhşət qalxıb. Mən həmişə aldığım yerdən almadım. Başqa yerdən aldım. Onlar yox idi. Amma baham aldım. Yoxsa bunlar mı baha satdı mənə? Tam bilmirəm. Bir də nə aldım? Baxın, belə bir şey aldım. Qoyun kloku çıxardım. Belə bir vedrələr aldım. Bu vedrələrin bir balaca 850 milliqramlıqdır. Bunu da ki maşınqa bir səs verdi. Yəni normal səsi idi o. Suyunu buraxırdı deyə səsli buraxdı. Ona görə pauzaya bastım ki, səsini kəs. Hələ video çəkirəm. Nəysə, bunu nəyə aldım? Həm bilirsiniz, mən belə qablarda süd mayalayıram. Yaxşı olur da bunlarda süd mayalayanda. Həm də ki, malina, qırmızı malinanı pesokla qarışdırırlar, uruslar. Marazinlikdə saxlayırlar o mürəbbəni. Ondan ötəri aldım ki, onu da yoxlayacağım. O çox keyfiyyətli olur. Yəni ki, qəşəng olur. Dadlı, tamlı olur, qaynanandan deyirlər. Amma mamam bu dəfə qaynadıbdır. Deyir, elə bir buğum qaynamazdı. Elə təzə qaynara düşürdü, deyir. Altını söndürdüm. Üstünün kəfini yığdım. Elə indi bankalara yığıb xaladenik atacağım. Burada göy-göyərtidir. İndi göstərmənin bir mənası yoxdur. Belə xanımlar, aldıqlarım bunlardır. Gətirim, bunu kompot edim. Bunu demirəmmi? Doğ etmək istəyirəm. Görüm, araya salıb doğanı da edərəm. Südü asın, bişsin. Görək, süd soyuqdur hələ də. Görək, indi nətəridir. 500 tengidən aldım südü. Bunu da ki, kökünü göstərmədim. Baxsanıza, nədə bitiriblər. Mən bu gülü çox bəyənirəm. Çox xoşlayıram. Qəşəngdir. Hər salona yaraşan bir güldür. Baxın, su fitilində böyüyüb. Mən orada sual verdim ki, mən bunu torpağa əkə bilərəmmi? Əkilməlidir, artıq kökləri qocalır. Baxın, böyüyübdür kökləri. Bunun kökünü dəyişdirərəm, amma torpağım yoxdur. Görüm, qarışıq torpaq əldə etsəm, əkəcəm. Bunlar belədir, gətirim. Bir buralara əl hərriyim. Fikrimi dəyişdirdim. Mürəbbə edəsi oldum. Düzü birinci kompot etmək istəyirdim, amma dedim, mürəbbə hazırlayayım. Heç mürəbbə hazırlamamışam. Buyur. Biraz suyu çıxıbdı. Bu da nəyə görə xanımlar? Taksi ilə gəldim gəlməyə. Taksi şoförü maşını bir dəli sürür.
Bagajda olan mənim bütün hər şeyim bu vəziyyətə töküldü. Biraz əzilən kimi oldu. Əzilsə də amma gözəldir, şirindir. Yəq dediyim kimi elə ortadır. Bu qazanda pesoqa qoydum. Bu lən gördüm ki, darısqallıq edəcək. Elə bir ki, meyvə buraya qədər gəldi. Pesoq da tükəndə lap aşıb daşacaqdı. Bunun da dibi belə geniş olduğuna görə dedim ən yaxşısı bunda pesoqa qoyum. Bunda da bişirərəm. Deməli, burada meyvəsi tərtəmiz hər şey çıxandan sonra 3 kilodur. Mən buraya pesoq vurdum 2 kilo. İndi bilmirəm az mı vurmuşam. Özümüzün damaq ləzzətimizə görə vurmuşuq. Biz şirin çox istifadə edə bilmirik xanımlar. Bunu keçən videolarımda da qeyd etmişdim. Ölçü tükəndə elə bir ki, o bizə şirin olur. Biz onu istifadə edə bilmirik. Çox şirin olur. Ona görə mən 1 kilo az tökdüm. Məncə qəşəng alınar, yaxşı olar. Belə gətirim, indi bunu yuyum, ortadan qaldırım. Südü çıxartmışam, hələ asmamışam, südü asın. Gülüm, Gülistanım da orada yaraşıqlı qalıbdı. O da orada durur hələ. Bunu hələ indi istəmirəm asam. Pesoqda dursun bir neçə saat. Ondan sonra asaram. Yəqin ki, ondan sonra bişirərəm. Süd təmizdir, amma yenə hər ehtimala qarşı süzgəcdən keçirmək lazımdır. Nəsə də yağlı süd oxşur, qəşəng süd oxşur. Xoşuma gəlsə, gedib alaram. Yonum düşəndə, yəni səhərlər yonum düşəndə. Süd ancaq bazarda səhər ertə olur. Günortadan sonra qalmır süd. Günortadan da qalmır heç. Səhər ertə olur, mən də bu səhər tez getmişdim. 5 saatdan sonra yenə buradayıq. 5 saatın içində baxın nə qədər suyu çıxdı. Heç su vurmamışam. Nə də altını yandırıb söndürməmişdim. Elə bu cür qoydum. Biraz getdim, dincəldim. İndi durmuşam. İndi altını yandıraq. Mürəbbəmizi hazırlayaq. Bizim burada salatda işləyən bir Qazax qız var. O deyir, mən mikserdən keçirirəm. Olanda blenderdən keçirirəm. Marazinik atıram. Elə o cürdə saxlayıram. Amma heç mən o cür etməmişəm. Prop istəyirəm, malinanı edəm. Qırmızı malinanı o cür edəcəm. Bu il marazinikdə saxlayacağım. Nə oldu buna? Ne sönür? Amma bu qaranı yox. Bu qaranı bildiyimiz kimi dəbə usuluyla hazırlayaq. Nəsə bir şey var. Bu qazda ona görə avtomatik keçirir. Südü mayaladım, amma heç xoşum gəlmədi xanımlar. İndi bilmirəm, bəlkə də bilmədiyim yerdən almışam deyəmə ürəyimə yatmadı. Amma görüntü olaraq qəşəng sarı görünür, yağlı süddür. Bişirdim, qəşəng də yağı oldu. Amma bir qaşıq içə bilmədim. Mən də mayaladım, aldığım süzmənin dedim gözünə qataram, doğuğa da istifadə edərəm, gedər. Nə uşaq içə bildi, nə mən. Bunu da çıxartdım. Bunu da Temo'dan almışdım. Çox bəyənərək istifadə edirdim. Sadəcə olaraq bir minusu var. O da ki, lakrovidi deyə əl izləri tez qalır. Gərək tez-tez bunu silib təmizləyəsən. Biz də video çəkirik deyə təmiz qalmır. Mürəbbəmi bişirdim xanımlar. Baxın, rəngi nə gözəl, nə qəşəng. Allah hamının bişirdiyini, düşürdüyünü xeyirli günlərdə istifadə etməyi nasib etsin. Bilmirəm indi. Qəşəng alınıb bu. Mənə görə qəşəngdir. Rəngi də baxın nə gözəldir. Çox qarışdırmayım. Bu kəflərini kağız salfetkasından yığıb götürəcəm. Belə bacılar. Buraları bir yığım yığışdırım. Bu videomu burada sonlandırım. İnanın ki,
tema tapa bilmirəm çəkməyə. Nə çəkim bilmirəm. Məsləhət verin mənə, tövsiyə edin. Bu mənim cədvəlimi sizə göstərmişdim. Mən bu günü də düzəltdim, içdim. Hələ xazdamamışam. Gətirək xazdıyaq. Ondan sonra videomuzu sonlandıraq. Belə artıq 4 gündür istifadə edirəm. İnşallah sevab olar. Sağ olun bacılar. Sağlıqla qalın. Allah'a əmanət olun. Yeni videolarımızda görüşmək diləyilə. Mənə bol enerji arzulayın ki, sizlərə video çəkə bilim.